Vergiden yayınmaya son qoyulmalıdır. Həm iri, həm kiçik sahibkarlara bu aiddir. Sahibkarlar da bilməlidirlər ki, əgər onlar sahibkarlar kimi öz fəaliyyətini davam etdirmək istəyirlərsə, vergiləri tam ödəməlidirlər. Heç kimə heç bir güzəşt edilmir və edilməyəcək. Bilirəm ki, bəzi sahibkarlar bəzi dövlət məmurlarına arxalanırlar. O dövr artıq keçibdir. Heç kimə arxalanmasınlar. Və əgər hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq. Bütün müvafiq qurumlara göstəriş verildi. İlk növbədə vergilər Nazirliyinə heç nəyə baxmadan dövlət maraqlarını rəhbər tutaraq öz siyasətini aparmalıdır və bütün dövlət qurumları və o cümlədən sahibkarlar bu sahədə öz dəstəyini verməlidirlər. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə surətləri Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, İnsan Hüquqları üzrə müvəkkili Səbinə xanım Əliyevaya, Baş prokuror Cənab Kamran Əliyevə, Daxili İşlər Naziri Cənab Vilayət Eyvazova, Fövqəladə Hallar Naziri Cənab Kəmaləddin Heydərova, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Cənab Orxan Nəzərliyə, Qida Təhlükəsizliyi Agentliyinin sədri Cənab Qoşqar Təhməzliyə, Göyçay şəhəri, Natəvan küçəsi, bina 7A, mənzil 44 ünvanında yaşayan Mayalova Minayə Seydağa qızı tərəfindən ərizə. Bildirirəm ki, ölkə rəhbərliyinin sahibkarlığa göstərdiyi qayğılı münasibətdən, xüsusilə qadın sahibkarların fəaliyyətinin stimullaşdırılmasından faydalanaraq xeyli müddətdir quşçuluq təsərrüfatı ilə məşğul oluram. 19-cu 2-ci ay 2026-cı il tarixdə Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində fərdi sahibkar kimi fəaliyyət göstərən nömrə 1 yem zavodunun rəhbəri Rəşad Eytiramoğlu Rəhimovun ünvanını internet üzərindən öyrəndim və təsərrüfatımın cücə yemi təchizatı üçün onunla müqavilə bağlamışam. 24-cü 2-ci ay 2026-cı il tarixdə ilk sifariş etdiyimiz broiler mix adlanan yem məhsulunu aldıq və Rəşad Rəhimovun öz istəyi ilə Azərbaycan Beynəlxalq Bankı vasitəsilə onun şəxsi kart hesabına 4042 manat 50 qəpik pul göndərdik. Təkrar yem almaq üçün müraciət etdik. Zavod tərəfindən həmin yem 15-ci 3-cü ay 2026-cı il tarixdə axşam saatlarında bizə çatdırıldı. Həmin yemin qiyməti olaraq daha 5460 manat pulu isə Rəşadın sürücüsü Hüseynov Ramil Firuzoğlu bizim ofisdə israrla bizdən nəqd şəkildə aldı. Həmin gün həftənin bazar gününə təsadüf etmişdi. Ödənişi köçürmə yolu ilə həyata keçirməyimiz üçün iş həftəsinin açılmasını bir gün gözləmələrini xahiş etsək də razılaşmadılar. Əks təqdirdə gətirdikləri broiler mix adlı yemi geri aparacaqlarını bildirdilər. Həmin vaxt Bakı şəhərinə xəstə aparmış olan həyat yoldaşım təcili rayona qayıtmalı oldu və onların pulunu nəqd ödədi. Lakin 16-sı 3-cü ay 2026-cı il tarixdə 3 cücə seximizin 3-ündə də quşların həmin broiler mix adlanan yemdən kütləvi zəhərlənməsi baş verdi və sonraki günlər ərzində 23-cü ay 2026-cı il tarixədək 28363 manat dəyərində 11237 ədəd quş tələf oldu. Kütləvi zəhərlənməni dayandırmaq üçün əlavə olaraq 2000 manatdan yuxarı xərc çəkdik. Bütün danışıq proseslərində həyat yoldaşım uzun illərdir ki, ailə biznesində etibarlı tərəf müqabilim. Göyçay rayonunun Bığır kəndində qeydiyyatda olan Mayalov Çingiz Sabiroğlu, Rəşad bəyin atası Hacı Eytiram Rəhimov və daha bir nəfər tanışımız iştirak etdilər. Quşların məhz broiler mix yemindən zəhərləndikləri də baytar həkim tərəfindən təsdiqlənib. Hadisə barədə Rəhimovlara məlumat verdim. Gəlib yararsız yem məhsullarını geri götürmələrini, həmçinin təsərrüfatımıza vurduqları ziyanla tanış olmalarını təklif etdim. Yemin kiflənmiş qalıntılarını və tələf olan quşların görüntülərini əks etdirən foto və video materiallar mövcuddur. Lakin onlar çağırışıma heç bir əhəmiyyət vermədilər. Sonraki danışıqlarımızda video görüntülərlə tanış olan Rəşad Rəhimov təqsiri sürücüsünün boynuna atmağa çalışdı. Gəncədən qaydanda maşın yuma məntəqəsinə daxil olub və yem məhsulu nəm çəkib deyə o qeyd etdi.
Sürücü indiyədək mənim telefon zənglərimə cavab verməsə də, bilirəm ki, onun bu məsələdə heç bir günahı yoxdur. Rəhimovlar məsuliyyətdən uğursuzcasına yayınmaq istəyirlər, çünki problemin sürücüdə olması da onları cavabdehlikdən azad etmir. Quşçuluq mövsümünün hazırki məhsuldar vaxtında təsərrüfatımızı fəaliyyətdən saxlamaları azmış kimi, bizi gücə saxlama şəraitimizin güya qeyri-kafi olmasında suçlayırlar. Bundan başqa, Rəhimovlar təkcə müştəriləri deyil, dövlət orqanlarını, vergi xidmətini, qida təhlükəsizliyinə nəzarət edən qurumları da aldadırlar. Belə ki, 15-ci 3-cü ay 2026-cı ildə pulu bizə nəqd şəkildə ödətdirdikdən sonra, ertəsi gün məlum hadisə ilə əlaqədar vəziyyətin qəlizləşdiyini görüb, bizim elektron poçtumuza qaimə göndərərək köçürmə tələb ediblər. Sual olunur, bank dövriyyəsindən yayınmaq üçün nəqd pul almağınız nədir, sonra köçürmə tələb etməniz nədir? Belə çıxır ki, saxta və zəhərli yemə görə ikinci dəfə ödəniş tələb edirlər. Odur ki, xahiş edirəm, Rəhimovların yem tədarükü zavodunun fəaliyyəti son 3 ilin vergi ödənişləri kompleks şəkildə yoxlanılsın. Bizə dəyən ziyanın cavabdeh tərəfindən təcili ödənilməsi təmin olunsun. Cavabdehlərin qanunsuz fəaliyyətinə göz yuman vəzifəli şəxslərdən ibarət əhatə dairəsi müəyyən edilərək cəzalandırılsınlar. Həmçinin müvafiq orqanlar təcili hərəkətə keçsin və zəhərlənməyə səbəb olan broiler mik adlanan yemin satışı dərhal dayandırılsın ki, digərləri də bundan zərər görməsin. Mən ailəmin yeganə qazanc mənbəyi olan bu təsərrüfatı qurmaq üçün vaxtilə torpaq sahəmizi də satmışam. Rəhimovların özbaşınalığına görə bu mənbədən məhrum olarsam, özümü Göyçayın qırmızı körpüsündən çaya ataraq intihar etməkdən başqa yolum qalmayacaq. Ardı var.